olsun değerli uşaqlar. Bugün sizlərlə biz 6-cı sinif 5-ci summativin izahına baxırıq. Birinci baxırıq. In which planet do we live? Hansı planetdə yaşayırıq? Təbii olaraq Earth, yer kürəsində. What's the national language of Germany? Almanların national milli dili German olacaq. Sonra there are a lot of, baxırıq nə var? Desert, səhralar var. Sonra people cook sushi. They wear traditional clothes, especially kimono. Kimono giyinən təbii olaraq Japonlardır. Ona görə C variantı uyğun gəlir. İndi baxırıq, burada bizdən cümlə düzəltmək istəyir. Birinci olacaq some countries follow the traditions on their holidays. Some people follow the traditions on their families. Burada bizdən derivativ nounları istəyir. Heroism və bravery. 1-4. Translate sentence. Mən musiqiyə qulaq asmağa üstünlük verirəm. I prefer listening to music. I prefer listening to music. Mən musiqiyə qulaq asmağa üstünlük verirəm. Burada nə istəyir? Adjektivlər istəyir. Getdik. Sad, qəmgin, happy, xoşbəxt. Sick, healthy, xəstə, sağlam. Ancient, modern. 9-cu testə baxırıq. Our soldier always our country. Defend our country. Sonra I'm sorry, everything will be good. Don't worry, everything will be good. Narahat olma, hər şey yaxşı olacaq. In order to be strong, to be polite, you have to support. Güclü olmaq üçün idman etməlisən, strong. Növbəti mətnimizə baxırıq. There are many traditions and customs in our country. Serving tea to guests is one of the ancient traditions in Azərbaycan. Azərbaycanda deyir ki, bir çox adət-ənənələr vardır ki, və qonaqlara çay vermək onlar ən qədim adətlərimizdən biridir. Azərbaycan əhalisi adətən çay içməyi, pesoxla çay içməyi üstünlük verirlər. Çay servis eləmək əsas yeməklərdən əvvəl servis eləyirlər. Yəni müxtəlif növ mürəbbə ilə, sweets, konfetlə, fruits, desserts, meyvə desertləri ilə və considered to be symbol of hospitality və qonaqpərvərliyin bir simvolu kimi başa düşülür. Tea is not complete without lemon. Çay deyir ki, limonsuz tamamlanmamış hesab olunur. Onlar çayı hot tea in the cup of armudu. Armudu fincanda çayı və yaxud da ki, stəkanda çayı servis eləyirlər. Glass, pear-shaped glass, armud formasındadır. Armud glass is a symbol of tea ceremony. Çay seremoniyasının armudu stəkan simboludur. What's the text about? The text about ancient tradition in Azərbaycan. Azərbaycanda qədim adət-ənənələrdən getmir, yox. Azərbaycanda burada nə olar? Tea, about tea desək daha uyğun olar. Sonra what do Azərbaycan people prefer drinking tea with? Nə deyirlər çayı içir? Deməli, kind of jam, different kind of jam, sweet, fruits, dessert. Sonra with lemon. What's the considered to be hospitality? Nə başa düşülür? Tea is considered to be hospitality. Orada tea yazacaq və bu cümləni köçürəcək. Tea is, sadəcə tea yazıb, is considered to be a symbol of hospitality. Sonra in what did Azərbaycan people serve hot tea? Nə ilə serv eləyir? Onlar serve hot tea
Nədir? In cups of or armudu glass. Fincanda və yaxud da ki, armudu stəkanda serv edirlər.